Hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Gününüz aydın olsun, avand olsun, yağış yağır, bərəkətli olsun. Mən bu günləri innab istəyirəm mürəbbəsin, sonra nə də onu sirkəsini düzəldəm. Çox dadlı meyvədir. Belə əvvəl birinci cır olur belə. Bu oğlum peyvənd eləyir. Bunlar iridir, özdə ağaclarında da tikan yoxdur. Mən indi biraz dərəcəm, varenisini eləyəcəm. Sonra biraz yetişəndən sonra Allah qoysa sirkəsini eləyəcəm. Uşaqlar hələ təmədiyinə hamısını dərib, çay. Biraz qızarışanda elə dərirsən. Dərmanın vurursan vaxtında. Yoxsa qurt düşər. Elə düşür əvvəl neçə ildir bağadı buradadır. Bilmir düşər, sonradan örgənir. Yağış yağır. Aşkım, hadi bu verin. Aşkım buna bak. Aşkım, hayatım, ola. Seyit zonum qoydu. Oy, oy. Əti tökürlər, əlinə heç nə yapmır. Ala, atma, hayır, döyəcəm sənə. Yağış yağır. Ver o tutum zabıra bak. Ata orada 2 dənəsi düşdü, geçəcək götürək. Hadi sen de kulağın düşsün. Zaten bizden gətirdim, ver uşağımı. Balam zaburet gibi, əmsinin zaburuna. Seymur əmsinin zaburuna çıxıb. Taş atoların ətine boşlanma. Nə deyirsən? Mama nane. Oy. İtə səsləndi. Şükür itin üstüne. Seni söz yapıyor. Ha, seni söz yapıyor. Görmedin. Edacak. Asiye. Ne yenirsən? Tıkıt. Gel tut. Beş tane innabdan ötüründü yıkılıp buradan. Ha bırak onu. Bırak da bırak. Çek. Uzak biraz gidiyor.
Hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Gününüz aydın olsun, avanda olsun. Mən bu günləri oğlum şurlu istəyir. Şamaxda şurlu deyirlər buna, valla burada nə deyirlər bilmirəm. Birinci süt tökürəm. Yenə tökdüm. Sütdür, undur. Biçimdir, duz atacağım bir damcı. Halal olması üçün. Bundan indi unun tökəcəm. Çalırsan yaxşıca. Bizim evdə mən biraz bərk eləyirəm bu şurlunu. Amma keçmişdə çətdə pişirəndə anam ki, duru çömçü ilə tökürdülər də, o lap daxil olur. Amma bizdə bərk yelir deyib, mən bərk eləyirəm. Ya Allahım ya. Unu da nə qədər aparır, elə o qədər tökürsən. İndi qarışdırandan sonra baxacam ki, nə fərqdir. Soğuk sütlə eləyirsən. İstirəsən yumurlanıb xəmirləri qaladın. Ne oldu? Bu ne istiyorsun? Gel bırak. Atılmıyor. Şkafların sirmelerini atıp götürmüşüm. Bir dakika olsun. Uşağın rəf baş verir. Haydi. Onu elini satmayacağım da buyur. Bir bak sirməkdə burada. Səhətin nə fərqdir? Açılmıyor. Bana ne açtı? Buyur. Açıldı bir damcı. Uy. Gördün? Sen aç. Mən qarışdırdım onu. Yaxşıca həll olmalı ki, yumru qalmasın içində. Bizim aspiratorumuz sensorlandır, sensoru xarab olur. Oğlum pramo eləyib elə o barda pulsatır qoyur. Bunu karıştırırsan ki dibi yapışıp yanmasın da. Qaynara da düşür, nerede ciğer qalmaz. Qaynara düşdü pişir. Sökür. Dantür sökür. Sök. Dantür, unu da bu son. Şişeni duyacağım, şu orada yiyeceğim. Olmaz. Olmaz oğlan, olmaz. Tıs. Ne aktarırsan? Vuracağım seni. Olmaz. Un var ya orada. Un gelip döverler seni. Bu bizim döv. Ah. Seç alıyor. Seçmeyeri. Olmaz. Bunu da bir yapışadık. Vuracağım seni. Yavaş belə bərkir. Əl saxlamıram ki, yumurlanmasın. Qaynara düşəndə biraz yağlı süt idi. Biraz yarım sıçan süt dökəcəm, ağzını bağlayacağım. Nene kurban oku görüm. Aşkım oku görüm.
Yalanlar. Hə. Hara gəlirsən? Nənəm balası, bura bax, bura bax. Dili sal çarə. Bərçil, şulum. Geçer de bərçil. Şimdi ben buna su dökürəm, qaynar su. Tozun şam kimi eləyirəm. Qaynara düşdü, şam kimi eləyirəm. 5 dəqiqə, 7 dəqiqə belə qaynayacaq. Xodunu da ona görə alıram ki, dibi üst tutmasın da alüminium qazandır. O tefallarda belə yeməyi pişirmək sağlığa zararlıdır da. Ki, bu kraskadır da olar. Bilmirsən ki, nədəndir. Düzdür, mən də işlədirəm. Bizim də var 2 dəst, amma çox zərərlidir da o. Məsəl üçün, körp uşaq olanlar, biz cantürsün nəsə eləyəndə düzdür, yemək yemir. Hələ ana sütü ilə dolanır. Pişirmir. O tefal tavallarda pişirmir uşaqlarımıza yemək. Alüminiumda pişirin, litçini də pişirin. Keçmişdə nəfər idi eləncə ilə. Çünki o kraska yavaş-yavaş görürsən ki, tava xarab oldu ha. Onun için qarası necə oldu? Getdi hamısı bizim məhəlləmizə. Bax belə bax, qazandan ayrılır. Qazandan ayrılırsa deməli bir şey. Mən indi bu qarışdıracağım, yaxşı. Su çəksin canına. Bilirsən, qazanın balacadır, şurlum çoxdur. Keçə qazanım var, alüminium, onun içində yemək var idi. Həlləndi. Bizim uşaqlar bərk yeyir. Normalda mən gözümü açıb görmüşəm ki, çəkdə anamcıl pişirəndə boş olur da. Götürüb çömçəylə tökə bilərsin. Mən malmalaq kimi olur gərək bizim üçün. Ondan uşaqlar yiyəm. Yaxşı da qarışdı. Söndürdüm ben altı. Dedim yapışır dedi. Ya Allah biraz. Çox da xeyirli yeməkdir. Unun çalmaq biraz çətindir deyən. Mən oğlum üçün pişirsəm hər gün yeyərik. Xoş deyir. Zonquşva dönərəm sən. Bunu dovşaqla da yeyirlər. Mən nehrə yağıdır, ərimişib. Bizcə damcı deyib yağar. Başqa hamı. Sənə qurban olum məyə Gidib verək bu yatıya. Bu günə seçmə. Allah dünyamızı salamat eləsin. Qazanlarımız dolu olsun. Qışımız gəlir, qışımız uğurlu gəlsin. Allah cavanlarımızı qorusun. Baxan gözləriniz var olsun. Hamının evindən belə can türkümü uşaq dağılsın, töksün. Domatikaların
qapıların hamısının luçkalarını açıb gizlətmişik. Nə gəldi götürdü. Qəti oyuncaqla oynanmır ha. Allah əsgərlərimizi qorusun. Zantuç dağıtdı buralar. Zantuç yenə sən o götürdün. Yağım alınma yağ döyü özümüz düzəldirik. Qış yağı olduğuna quru ot yer də inək. Ona görə də yağım ağ yağdır. Ağdır da sarı, çox sarı döyü. Allah dünyamızı salamat eləsin. Gəl aşkım, gəl aşkım, gəl aşkım. Az bunu da çək az. Sən Allah çək az. Çək az. Bu mərdəm azarı da çək az. Oraya bax, mamaya bax aşkım. Çorablarını çıxardı batırdı. Yunus'a salam de. Yunus gəzir, nənə qurban. Yunus'a salam de. Hə, yaxşı. Hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Gününüz aydın olsun, aband olsun. Qərənfilin mətbəxinə xoş gəlmişsiniz. Mən bu günləri iynab varenisi pişirəcəm. Birinci yoğuram yaxşı. Yağış yoğurmuşdur, yağır. Köçündü yağır. Geçək yekə zalaq olunmuş innablardır. Bunlar çıqılı idi. Mənim oğlum sağ olsun. Zalaq innablardan bu da tapdı. Zalaq olunmuş innabdır. Xırdası da olur. Bölgü də olur. Orada var belə cırrarı. Bunları da Allah qoysa qora suyu düzəldəcəm. Sirkədə yəni. Mən indi bunları küçələyəcəm. Yaxşı. Bir boş qabda qoyaq aytəm. Biraz yetişmiş olmuş olsa innab. O lap yaxşıdır. Belə əlində çoxlu sıxırsan tumu çıxır. Amma onun varenisi olmaz da. Onun yaxşı qora suyu olar. Yenə qora suyunu eləyəndə tumun çıxardacaq. Az olmasın. Aytən zantuçu yatırsın, gəlsin. Ona da mən bu qıçəliyim qoyma hazır. Deyirlər ki, internetdə araşdırdıq. 2 ildir bizdə əmələ gəlir. Əvvəl çıxılı olurdu. Heç uşaq dərman da vurmayırdı. Qurd basırdı, yaman günə düşürdü. Heç yemək də olmayırdı. Qardaşımcının həyətində var. Oradan gətirəndə yeyirdi. İndi dərmanlayır, yaxşı da gətirir. Mən internetdən baxdım ki, türklər yaxşı bunun varenisini bişirir, doğuşabını bişirir. Bizdə varen içmir uşaqlar. Bir zəhrədir bizə varenin. Sən dedim bişirədə prov eləyək. İçməli zəhrə içər. Zəhrə buradan eşləyir. Zəhrənin də balası Yunusum gəzir, maşallah. 2-3 addım atır, təbrik eləyirəm. Bu gün olsun ki, daha nə qalıb ki, 2-3 sözdən sonra geçir, məktəbə geçsin. Gəzə. Sağ əldə Cantuçun başına. Valla Cantuç sökün tapar 2 saat olur. Ona taqqıltılar da gəlir. İşıqları yandırır, söndürür. Allah arzusunda olanlara da qismət eləsin. Allah dünyalarını salamat eləsin. Bütün körpələr atalı, analı böyüsün. Mehribancılıq içində böyüsünlər, sülh içində böyüsünlər. Bizimkilər də içində belə türklər demişən sabırlıq geçsinlər. Aytən Cantuçu yatırdınca mən Allah qoysa bir saat bu yarıqdır. Şirin meyvə döyü, heç adı da döyü da, qeyri-adi dadı var da. Çox da gözəl meyvədir. Bayramlarda qurutmağın bilmərəm nə tər qurdular. Bundan sonra məsələn bunun dilim bilən, biznesi ilə məşğul olan quruda bilər da. İsti peçlərdə zatda. Bundan sonra heç nə qurutmaq olmaz. Ucu hava nəmdir. Yaxşı qurusun da göstərirlər türk qadınları. Turşusunu eləyirlər, nə bilim, doğuşabını eləyirlər. O gün düzmüşlər var yanaşı. Yaxşı da gedir.
Əziz izləyicilər, mən arıtladım. Arıtladım deyəndə gülçün meyvədir da. 1 kilo 400 qramdır. İrilərin belə dilimlədim heyva kimi. Onu tökəcəm 1 kilo 400 qramdır. Onu tökəcəm 1 kilo 200 qram pesok. Pesok deyim də. Bu da 1 kilodur. Bu qaldı uşaqlar üçün yeməyə iriləridir. Bu da xırdalarıdır. Əziyyət çəkmədim, belə diri də pişirirlər. Bu qəşəng də olur. 1 kilo pesok tökəcəm. Bunun çox olacaq pesok. Hə qoy olsun. Mən indi bunların hərəsinə də bu quru meyvədir deyib mən. Suyum biraz stəkan yarım. Buna da 2 stəkan. Bunu heyvanı ki, çox adam, mən anam məsəl üçün yumşaq olması üçün elədir. Birinci heyvan dilimlərin suda bir bölüm qaynadır, sonra pesokunu tökür. Bunu da hellənçi eləyə bilərsiniz. Mən indi bunları qoyuram qaynamağa. Elə bir dəfəmə də qaynadıb götürəcəm. İndi pişsin, Allah qoysa yenə göstərəcəm. Pişə-pişə də hərəsinə bir damcı çərək yağı tökəcəm. Bir damcı da çay qaşığının qırığında limon duzu da qatacam. Çərək yağını ona görə tökürlər ki, mən özümdən satmadım. Ha, türk qadınlarına baxdım ki, işıqlı olsun varenisi. Çəfə dilimləri çəfə bulaşmasın. Hə, saat qaynayacaq. Qaynara düşür. Qaynara düşənə yaxın bir çay qaşığının fırnında ərinməmiş yağdır, sirvitini yağdır. Biraz da buna atacağım. Vareni olana yaxında limon duzu atacağım. Hərəsinə biraz qaşığın, çay qaşığının burnunda. Bu da qız dedi ki, dostu, bir dənə qızıldan tasımız var. Çinlən gətirib aytən oy. Yan qaralar da qoymadım ocağa. Bilmirəm ocağa qoyanda qaralar qaralmaz. Götürdüm, tökdüm buna 1 kilo, zaten 1 kilo meyvədir da. Bunu göstərəm. Qərənfili olan ona nə deyirlər o qərənfili? Hə. Baxay da deyirlər, desənlər, türklər qərənfildir. Önümüzdə var, adım bilmirəm, prosta mən atmayacam içinə. Hə, ondan da atırsan, qəşəng ətir gəlsin, dad gəlsin. Bu qad zəyətdir nəsə, bu qaynamadır, öyle çıxardır. Bir yaxşı iyi gəldi, inanın iyi yayıldı yığır. Mən birinci dəfə dedim də, birinci dəfə deyirəm. Əziz izləyicilər, varenlərim hazırdır. Mən indi hərəsinə bunları çay qaşığının burnunda limon duzu atacağım. Limon duzun biraz nəmsə ki. Bir atanda turş olur, hiç hoşum gəlmir ama məcburam da atmağa, çıxarıram. Şirinisində mən belə yoxlayıram. Bax, uzanır. Balçım uzanır. Hələ qaynaqda belədir. Bu söndürür.
Varenli belə qarışdırmazlar, amma bu əzilməyən meyvədir. Elə qəşəng pambıq kimidir ki, beləliyinə bax. İndi büzüşəcəklər birazdan. Bu hələ tam hazırdır. Bu hələ hazır. Əziz izləyicilər, mən bir dəfə də qaynatdım varenlərimi. Hazır oldu. Tökəcəm. Mən birinci dəfədir bişirirəm. Çox gözəldir. Aytən mən içdim, səndən heç tamam bilmədim ki, nədir. İstidir hələ, ona görə suyu durudur. Aytən dedi ki, dostu, armudun, toçunu armud varenisinin tamı gəlir. O qədər də şəffaf suyu var, bal kimidir. Bu qaynardı, ona görə də belə durudur. Aytən mətin çay da istəyib qoyub bura ki, dostu içərsən. Bu da arıtdadığımdır. Bu da çox qəşəngdir. Elə bir baldır, qarpız varenisinin suyuna oxşayır. Zəhra görsə efirdə indi bu 2-3 günə qoysa videoyu. Zəhra görsə dəllicə varenlərin qənimidir Zəhra. Allah dünyamızı salamat eləsin, hamının balasını saxlasın. Mənkilər də içində. Mən də Allah qoysa bir səmsəcəm. Amma Aytən deyib ki, qarpız tamı ki, armud tamı görünə qarpız. Siz də pişirin, yiyin, nuş olsun. Allah sürfəmizə bərəkət versin. Qurban olma Allahın adına. Allah qışımızı uğurlu gətirsin. Heç kimi peşman eləməsin evində, işində. Heç kimi şərə salmasın, böhtana salmasın Allah. Allaha oturun, durun, ancaq dua eləyin. Qurban olma Allahın adına. Dünyaya gözəllik xilas eləməyəcək. Allaha yalvardığımız, əl açdığımız dualarımız xilas eləyəcək dünyayı. Nəinki dünyada, hər dərdə bəladan ancaq Allah xilas eləyə bilər insanları. Allah yollarını açıq eləsin cavanlarımızın, mənkilər də içində. Allah dünyamızı salamat eləsin, qurban olma Allahın adına. Allah əsgərlərimizi qorusun.